Kremlin əsas təbliğatçısı Margarita Simonyanla bağlı yeni iddialar gündəmə gəlib. Medialog Musavata istinadən xəbər verir ki, Margarita Simonyanın rəhbərlik elədiyi TV Novosti strukturu xaricdə təbliğat fəaliyyətinə milyardlarla pul xərcləməyə davam edir. Bildirilir ki, təbliğat şəbəkəsi Latın Amerikasından Balkanlara və Avropaya qədər geniş ərazini əhatə edir. Son bir ildə isə əsas fokusun məhz Avropa istiqamətinə yönəldiyi qeyd olunur. RT müxtəlif ölkələrdə jurnalist və blogerlərdən işləyir, yeni platformalar yaradır və fərqli auditoriyalar üçün uyğunlaşdırılmış məzmun yayır. Məlumatda qeyd olunur ki, Simonyanın sosial şəbəkə göstəricilərində də azalma var. Xüsusilə Telegram bloklamalarından sonra onun kanalının reklam əhatəsi 50%-dən çox azalıb. Kremlə bağlı rəsmi kanalda isə bu azalma 60%-ə çatıb. Eyni zamanda Max platformasında onun auditoriyası Telegramla müqayisədə təxminən 3 dəfə azdır. Diqqət çəkən məqamsa Simonyanın yeni kitabıdır. O, fantastika janrında kitabını təxminən 200 min tirajla nəşr elətdirib. İddialara görə kitabın ideyası və adı MGIMO ilə əlaqəli bir müəllifin konsepsiyalarından götürülüb. Kitabda ikinci gəlişdən sonra dirilən liderlər, SVO iştirakçıları və təbliğatçılar kimi sujet xətti yer alır. Bildirilir ki, bu kitab artıq Almaniyada da satışa çıxarılıb. Bundan əlavə, materialda Simonyanın şəxsi həyatı ilə bağlı açıqlamalarının da müzakirə doğurduğu qeyd olunur. Onun səhhəti və ailəsi ilə bağlı bəyanatları ictimaiyyət və hətta bəzi həkimlər tərəfindən şübhə ilə qarşılanır. Beləliklə təqdim olunan məlumatlar Simonyanın həm beynəlxalq təbliğat fəaliyyəti, həm də şəxsi layihələri ətrafında ciddi müzakirələrin getdiyini göstərir.